Vədə yetişdi və biz Xorvatiyaya yola düşürük. Çamadanlarımızı gözlədik, çamadanlarımız da gəldi, yerləşdirdilər və artıq növbəmizin çatmasını gözləməliydik. Növbəmiz də çatdı və asta-asta öz yolumuza başladıq. Və beləliklə havalandıq, üzü Xorvatiyaya doğru. Xorvatiyaya çatdıq, bizi hava limanında qarşıladılar. Buradan Apatiya bölgəsinə bizi 2 saat yarımlıq yol gözləyirdi. Avtomobillə yola çıxdıq, amma daha tez çatdıq. Deyərdim ki, yol çox genişdir, məhdudiyyətsiz və çox rahat avtomobil idarə etmək mümkündür. Bir də ən çox xoş təsir bağışlayan bax bu cür sıx meşə massivinin olmasıdır. Bol oksigenli Apatiyaya yola düşdük. Sizi Adriatik dənizin sahilindən sıx meşəli, gözəl təbiəti olan Xorvatiyanın Apatiya bölgəsindən salamlayıram. Apatiya bölgəsi Xorvatiyanın belə deyək, turizmin beşiği sayılır. Əslində turizmin inkişafı elə məhz bu bölgədən formalaşıb. Burada ən yaxşı cəhətlərdən biri nədən ibarətdir? Gözəl hava var, gözəl təbiət var və siz hava limanından gələndə çox geniş yollardan və heç bir maneəsiz hətta özünüz avtomobil kirayə bu əraziyə gələ bilərsiniz. Tarixi, gözəl, mənzərəli, yenə deyirəm, bol oksigenli, meşələri və eyni zamanda dənizlə vəhdəti olan turizm bölgəsindən Apatiyaya gəlib yaxşı istirahət edib və bunun həzzini çıxara bilərsiniz. Xorvatiyaya gəlməyə dəyər və digər istiqamətlər, digər bölgələrlə də sizi tanış edəcəm. Bura bizim qaldığımız Navis otelin qarşısıdır və mən sizi bir daha bu gözəl mənzərə ilə tanış edirəm. Hər kəs günəşlənir, dənizdə çimir, möhtəşəm bir mənzərə idi. Otelin girişi içərisi də çox gözəldir. Bax bu cür oteldə olan bütün otaqlar eyni bir mənzərəyə, dəniz mənzərəsinə açılır və belə gözəl eyvan və bu cür gözəl dəniz mənzərəsi. Təsəvvür edin, səhər tezdə siz burada yuxudan durursunuz, təmiz havanı alırsınız, çimərliyə gedirsiniz, kafedən, restorandan istifadə edirsiniz və möhtəşəm bütün bu xidmətlər sizin üçündür. Küçələri isə belə sakit, tıxaçsız, çox səliqəlidir və deyərdim parkları möhtəşəmdir, təbiəti öz yerində və eyni zamanda hər birinin ayrıca bir tarixi var. Xüsusi yeri var, xüsusi məqamı var və bu barədə də siz gələndə mütləq parkları gəzəndə tanış olacaqsınız. Parklar sizə xüsusi bir his bağışlayacaq. Oranın ətri, təbiətin gözəlliyi və orada meşələrin qorunmağı, ağacların qorunmağı, parklara bax belə meşə massivinə çox böyük üstünlük verilməsi həm də gələn qonaqlar üçün xoş təsir bağışlayır. Bu hissə isə bulvar adlana bilər, dəniz kənarında insanların rahat gəzməsi, əylənməsi üçün və deyərdim ki, çox sakitdir, heç bir belə qələbəlik, sıxlıq, gərginlik də yoxdur. Bax belə insanlar hər tərəfdə foto çəkdirir, xoş təsir bağışlayacaq. Bu parkı isə sizə bir daha başqa bir istiqamətini göstərəcəm. Necə deyərlər, güllü gülistanlıqdır. Xorvatiyaya, Apatiyaya gəlin. Səyahətimiz isə davam eləyir. Ardını gözləyin.